Hamıya salam dostlar, hər vaxtınız xeyir olsun. Bugünkü videoda biz bu həftəni necə bitirdik onun haqqında danışacağıq. Təbii ki, hər həftə mən bu videodan paylaşıram. Keçən həftənin videosunu sən ekranda görə bilərsən. Bu həftə isə hal-hazırda 14 martdır və 6-cı gündür. Yəni bu həftə necə keçdi? Gəlin onun haqqında danışaq. Bu həftə əslində dostlar çox bərbad başlamışdı. Bizdə səhv eləmirəmsə funt USD-də əməliyyatları siz görürsüz. Çox pis, ardıcıl 2 dəfə və yaxud da ki 3 dəfə bizdə stop olan əməliyyatlar var idi. Yəni böyük itkilər var idi. Böyük deyəndə, yəni ümumi biz keçən videoda görsəz 2 həftə idi ki, ümumi olaraq 9.5% müsbətdə idi. Həftə açılandan sonra 3% mənfiyə getdi. Ondan sonra isə biz artıq həftənin 4-cü gününə yaxın 3.6% müsbətə çıxdıq və ondan sonra da həftənin yekununda səhv eləmirəmsə məndə yüzdə GPI-də burada bir stop əməliyyat oldu. Hardasa buralardan mən girmişdim və yekunda qiymət istədiyim yerə getdi. Sadəcə qiymət likvidliyi alandan sonra qalxdı və burada bir kiçik səhv elədik. Amma itki o qədər də çox böyük olmadı. $800 oldu və səhv eləmirəmsə bu həftənin də biz müsbət 3% və yaxud da ki 2.8%-la bitirdik. Əsas olan odur ki, biz həftədən həftəyə müsbətdə qala bilirik. Baxmayaraq ki, bizdə həftə çox bərbad başlamışdı. Siz əməliyyatların hər birini burada görürsünüz. Bizdə qrupda da paylaşılıb bu əməliyyatlar, hansı ki Model X təlimində və biz burada analizlər eləyirdik. Mənfilər olurdu, hətta burada deyib gülmüşük çünki stoplar olurdu. Burada artıq həmən o yüzdə GPI əməliyyatımdır, hansı ki Euro-USD qarşı $4000 qazancdan çox pul gətirmişdi. 4% gəliri var burada əməliyyatı da paylaşmışam. Çox gözəl bir əməliyyatlar olub. Burada da Euro-USD-ni paylaşmışam. Həftə bərbad başlamışdı, sonra isə biz müsbətə çıxa bildik yenə də. Əsas odur. Burada isə biz ümumi olaraq gəlin struktura baxaq. Ümumi olaraq biz görürük ki, dostlar, yüzdə GPI hal-hazırda long trenddədir və bu trend çox gözəl şəkildə gedir. Təbii ki, bu hardasa qırılacaq. Qırılandan sonra çox gözəl fürsətlər yaranacaq short üçün. Amma hal-hazırda qiymət yuxarı getməyə davam eləyir, qiymət korreksiyalarını verir, 618 səviyyələrinə gəlir, likvidliyi alır və qalxır yuxarı. Eynən də Euro-USD-də bizdə short trend gedir, hansında ki mənim əməliyyatım burada idi, səhv eləmirəmsə. Bəli, buradan mən 618-lərdən girmişdim son olaraq və burada biz likvidliyi alandan sonra tam olaraq düşdük aşağı. Bu əməliyyat artıq buradan düşməyə başlayandan sonra mən stopu bunun arxasına atıb take profit'i də çəkmişdim aşağı və çox gözəl bir profit əldə elədim. Bunların hər biri bizdə dostlar təlimdə var. Təlim demişkən bu arada dostlar, aprel ayından etibarən bizdə hər ay qiymət 2 qat olaraq qalxacaq. Çünki biz artıq bizə lazım olan adam sayını yığmışıq və daha çox adama ehtiyac yoxdur. Ona görə də dostlar, indi hal-hazırda olan qiymət yalnız martın axırına kimi davam edəcək. Apreli gözləməyə ehtiyac yoxdur. Apreli gözləsəniz, apreldə qiymət 2 qat olaraq qalxacaq və hər ayda ondan sonra qalxa-qalxa gedəcək. Çünki dostlar, artıq çox adama ehtiyac yoxdur. Çünki komandada biz istədiyimizə çatmışıq, analizlər eləyirik. Tələbələr də çox möhtəşəm şəkildə öyrəniblər. Artıq özləri siqnal verirlər bizə, əməliyyatlarını paylaşırlar. Yəni çox möhtəşəm nəticələr əldə eləyirik. Ona görə də kim hal-hazırda qatılmaq istəyirsə, martın axırına qədər vaxtınız var. Apreldən unutmayın ki, qiymət qalxacaq. Gəlin biz Euro-USD valyutasına baxaq. Euro-USD-də də eyni söhbətdir dostlar. Bizdə M15-də baxsaq, bizdə yuxarı trend gedirdi. Sonra həmən trend qırıldı. Burada çox gözəl bir buy to sell əməliyyatı olub. Gəlin baxaq. Çox möhtəşəm dostlar. Trend qırılandan sonra qiymət gəlib korreksiyasını verib. Yəni satmaq üçün alıblar və buradan qiymət başlayıb aşağı düşməyə və korreksiya verə-verə də hələ də düşür. Adi biz buradan da baxsaq, yəni çox möhtəşəm şəkildə qiymət 618 səviyyələrinə gəlib və oradan korreksiya verərək yenidən düşüb aşağı. İndi həftə necə açılacaq, necə olacaq, onu hələ ki bilmirik, amma ümumi olaraq hələ ki struktur davam edir. Təbii ki, xoş olardı ki, artıq bu struktur əks tərəfə qırılsın, çünki həddindən artıq çox vaxtdır ki, bu belə gedəndə yekunda bizi çox pis şeylər gözləyir. Hansında ki, biz çox aqressiv şəkildə başlayırıq əks tərəfə getməyə. Bu da bəllidir dostlar, çünki nəyə görə? Buradan sell əməliyyata girənlər hələ də əməliyyatdadır. Məsələn, buradan açanda plusdasan, buradan açanda plusdasan, hardan girsən, yəni plusdasan. Short trend özünü təsdiqləyəndən sonra sadəcə düzgün giriş nöqtələrini bilmək lazımdır və düzgün yerə stop loss qoymaq lazımdır ki, siz belə əməliyyatları çox rahat şəkildə götürəsiniz. Burada çünki konkret olaraq trend özünü tutandan sonra qiymət sadəcə
ancaq yüngül şəkildə korreksiya verə bilər və siz də bilməlisiniz ki, stopu hara qoyum ki, məsələn, order blokun arxasına qoymaq olar. Çünki hal-hazırda ora bərk zonadır, düzdür? Trend qırılandan sonra oranı gəlib vuracaqlar, bu da açıq-aşkardır, amma sən də yəni oturub o hadisəni gözləməyəcəksən təbii ki. Saatlıq qrafikədə keçsək, biz görə bilərik ki, biz çox uzun zamandır əməlli başlı short gedirik. Burada yüngül konsolidasiya olub bizdə və ümumi olaraq biz yenidən aşağı gedirik. Gəlin 4 saatlıq qrafikədə baxaq və 4 saatlıqda da biz bunu açıq-aşkar görə bilərik. Bizdə birinci long trend gedirdi, sonra biz ortalarda dayandıq. Bura çox pis ərəfələr olub, hansında ki bizdə yığılmalar var idi. Sonra qiymət getdi yuxarı, sonra xırda-xırda düşdü aşağı, sonra təzədən dayandı yerində və ondan sonra artıq konkret olaraq hərəkətə başladı. Bu gördüyünüz dostlar bizdə sessiyaların indikatorudur, hansı ki bizdə tələbələrə verilir. Amma yəni istənilən sessiya indikatorunu qoşsanız bunları görəcəksiniz. Bu sadəcə bizdə sessiyaları avtomatik olaraq göstərir. Və o bizə aşağı time frame'lərdə işləyəndə çox lazım olur dostlar. Okey. Euro USD-də dostlar bizdə hələ ki short gedir. Funt USD-də də eyni situasiyadır, çünki Euro USD ilə bənzərdir. Biz görürük ki, bizdə açıq-aşkar short trend gedir. İndi buradan korreksiya vermək üçün yerlər var, onları gözləmək lazımdır. Sonra həmən yerlərə gələndən sonra oradan korreksiya olacaq, olmayacaq, o məsələ var artıq. Korreksiya olmasa, yəni yuxarı çönsə heç nə. Biz artıq long əməliyyatlara baxacağıq. Amma gəlin görək, günlük time frame-də bizim long getmək üçün bir səbəbimiz varmı, yoxsa yox? Günlükdə biz belə görürük ki, dostlar, biz əməlli başlı short gedirik dostlar. Burada longa gedəsi əslində vəziyyət var, amma müəyyən bir müddət bu sadəcə korreksiya olacaq. Məsələn, ən azı bu şamın gerisinə qədər bizdə korreksiya olmalıdır. Yox, əgər onu da keçsə, yavaş-yavaş bərkiməyə başlasa, ümumi olaraq longa nəsə fikirləşmək olar, amma hal-hazırda burada long yalnız korreksiya hərəkəti olacaq. Sonra bizdə dostlar Out USD var. Günlükdə vəziyyət bizdə belədir. Biz görürük ki, bizdə aşağıda zonalar var, hansına ki qiymət gələ bilər. NZD var. NZD-də görək vəziyyət necədir? NZD USD valutası. NZD USD-də də dostlar, USD ilə bağlı olan valutalarda bizdə hal-hazırda ikincidə dayananlar short gedir, birincidə dayananlar long gedir. USD GPI-dakı kimi görək USD frankın vəziyyəti necədir? Burada da gördüyümüz kimi biz əslində konsolidasiyadan sonra düşmüşük aşağı və indi longa getmək istəyirik. Görək indi yuxarı gedə biləcəyikmi biz? Yoxsa yox. Çünki hal-hazırda biz çox bərk zonaya gəlib çatmışıq. Qiymət məsələn bu FVG-nin testindən sonra günlükdə yenidən yuxarı gedərsə, burada da long nəsə fikirləşmək olar. Amma yenə də bazara baxmaq lazımdır. İndi həftə açılanda baxacağıq. Həftənin sonu mən sizə nəticələri paylaşacağım. Bizdə həftə necə yekunlaşdı. Bugünlük isə bu qədər dostlar. Sadə bir video istədim çəkim sizə. Görəsiniz ki, bizdə vəziyyət ümumi olaraq bazarda necədir. Hər birinizə uğurlar və növbəti videolarda görüşənədək.